Aha. Deməli burada belə. Hı. 9-cu sual getdi. Bəli. Xana nə deməkdir? Deyir ki, xana nə Sətir deməkdir? bunun kəsişməsi. Aha, indi cavab getdi bu. Sonra biz bu ifadələri bilirdik ki, dollar işarəsi ümumiyyətlə dondurma deməkdir. Mütləq Dondurma. deməkdir. Mütləqdir, dondurmadır. Aha, mütləqdir yəni. Baxın, məsələn desəm ki, tutaq ki C4. Bu nə deməkdir? Yəni sütun, birinci sütun donub, sütun sabitdir, sətir ancaq dəyişəcək. Hara sürükləsəm. İndi burada deyir ki, istinadın tipini müəyyən edin. Baxıram, birinci sütun. Sütun mütləqdir, sətir Sütun nisbi. mütləq. Bəli, sətir nisbi. Sətir nisbi. Əla. A variantı. Mütləq istinad nədir? Mütləq istinad nə olduğunu soruşur. Hesablama prosesində dəyişilə bilən. Xeyr, ümumiyyətlə dəyişilə Müəllimə bilmir. səssiz yenə getdi, eşitmirəm. Səsim gedib internetim normaldır. Sıxıntı yoxdur internetdə. Aha. Polnudur internet. Getmişdiniz, müəllim. İndi gəldiniz. İndi gəldiniz. Oldu. Getmişdiniz. Olar, olar. Bir dəqiqə paylaşım. Tamam. Aha. Hə. Ekranı görürsüz. Görürəm, görürəm indi. Ha, ekran Hə, görsənir. hə. Əla. İndi davam edirik. Hı hı. Deməli, 12-ci sualda nə oldu? Yazıb ki, özündə sabit Mütləq istinad nədir? bəli, nədir? Bəli. Baxın, A-da. Hesablama prosesi Məlumat dəyişilə saxlayan. bilən. Aha, özündə məlumatı saxlayır mütləq. Ya, adından məlumdur da mütləqdir bu. Nisbi Hı hı. istinad nədir? Nisbi istinad dedik ki, odur ki, yəni dəyişəcək. Dəyişə bilən. Baxın, dəyişilə bilən A variantı. Bu 14-cü Hesablama variant. prosesində dəyişir. Aha, bu 14 var ha. 14 bilirsiniz nədir? İstisnasız, istisnasız. Şagirdlərə deyirsiniz ki, uşaqlar, bu bilirsiniz nədir? Scientificdir. O da necə? O scientificdir də elmi. Bəli, bəli, elmidir. Elmidir. Deməli, elmidir. Onu göstərməyə çalışırdım. Deməli, elmi. Orada belə deyək də, yəni çoxlu sıfırlar falan olanda onu getirir belə qısa şəkildə yaza bilir. Elmidir. Sonra doğru yazılan düsturu deyir müəyyən edin. Doğru yazılan düsturu hardan bilməliyik? Mütləq şəkildə həmin düsturun qarşısında bir bərabər işarəsi olmalıdır. Düzdürmü? O da olacaq C variantı. Bərabərlik. Bəli. Sonra deyir ki, Bəli. elektron Aha, cədvəldə olan bəli. xana tiplərini müəyyənləmək lazımdır. Xana tiplərini. Burada baxırsınız, şagirdlərə qeyd edirsiniz. Baxın, heç burada hələ ki şagirdlər keçməyiblər ki, məsələn bu xana tiplərində belə deyək də, məsələn data, yox bir dəqiqə, datanı bilirlər. Datanın nə olduğunu yaxşıca bilirlər ki, data nə yox, date. Mən bunu e, date Deyit, deyil. müəllimə. Gün, Deyil, deyil. tarix, hə. Logic, normal. Burada var deməli number, Aha, deyit. number. Deməli baxırıq. Burada xananın tiplərini soruşur bizdən. Bunu əzbər bilməlidirlər ki, hansılardır. Deməli date var. Sonra date var. Logicdir, normaldır, bizdə yoxdur. Sonra Hı number hı. tipi. Baxın, number tipi var. İndi onu göstəreyim. Onu da siz özünüz də şagirdlərinizə rahat şəkildə göstərə bilərsiniz. Bir dəqiqə Excel-imi açım. Saniyə. Yəni onların hər birini şagirdlər görmək istəyirlər həmişə. Ekranı paylaşaq. Aha, aha. Görürsüz ekranı? Müəllimə, buradasınız. Hə, getmişdi, indi gəldi. Aha, aha. Müəllimə getmişdi, Düzəldi. indi gəldi. Bildim, Hı nəsə hı. düzəldəcəm, interneti dəyişəcəyik artıq. Neçə gündür problem yaradır. Deməli, baxırıq indi bura. Orada deməli nəyi deyirdi? Scientific, baxın, xananın tiplərini deyirdi də. Xananın tiplərinə baxın. Gender, number, currency, date, time'dir, sonra fraction'dır, scientific, textdir, special'dır, custom'dır. Bu xananın tipləridir. Deyən internet gedir axı. Aha. Deməli, Müəllimə, buna hardan girdiniz? Format səsdən. baxın, bir də göstərirəm, uşaqlara göstərin dərs. Bax, home-a girin, home-dan number-ə gəlin, baxın bura. Baxın, number, bu xananın Hı hı. tipləridir. Xana tipləridir. Hı hı. Number-dir, currency-dir, action-dır, date-dir, time-dir, baxın, fraction-dır, sign-dir, text-dir, special və custom. İndi qayıdıram testə. Testə qayıdıram və göstərirəm. Deyirəm, hansılar idi? Date var idi. Orada heç mən görün, logic-i, normal adını qeyd elədim. Xeyr, yox idi ki. Number var idi, Deyil. fraction'da textdir.
6. Mhm. Baxın, Oley media deyə bir şey yoxdur burada. Yəni bu hissədə yoxdur. Oley falan həm Hmm. O texnologiya. elektrik bəli, Bəli. yoxdur. Yəni burada yoxdur. Cavab olur Mhm. 1, Düzdür. 4, 5, Bəli, 6. bəli, bəli. Aydın oldu da hardaydı. 6. Sonra deyir ki, elektron Bəli, bəli. Aha, sort nə üçün istifadə olunur? Ümumiyyətlə biz sortu çeşidləmək üçün istifadə eləyirik. Yəni Mhm. istisnasız. Deyirsiniz, yadda saxlayırsınız ki, sortu çeşidləmək üçün istifadə edirik. İndi baxırıq Bəli. variantlarda çeşidləmə C var. bəndi. Bəli. Yox, B yox. B sinter xanada verilənə B. Yox, C variantı C. Sonra Mhm. 17. Elektron cədvəldə filtr nə üçün istifadə olunur? Baxın, bayaqlara filtri göstərdik. Düzdürmü? Mhm. Filtr Bəli. nə üçündür? Yəni cədvəl hissəsində müəyyən bax şərt demişdik orada. Orada indi mən keçində göstərərəm. Orada ümumiyyətlə müəyyən şərtdən istifadə eləyərək verilənləri göstərmək üçündür. İndi ondan bax bunu demək istəyirəm. Baxın. Burada məsələn görürsüz ad verib. Ada görə müəyyən bir şərt daxilində filtrləyibdir və biz onun Aha. nəticəsini ekrana çıxarırıq. Yəni bax bu deməkdir ki, müəyyən bir şərtə uyğun olaraq verilənləri göstərmək və yaxud da ki gizlətmək üçün. İndi variantları tapırıq onu. Yəni B göstərib və bəndi. gizlətmək. Bəli, B variantı. Və müvəqqəti ha. Özə ki, Mhm. orada mən həmişəlik silmirəm onu. Müvəqqətidir. Düzdür. Onu mən geri də qaytara bilirəm. Sonra gəlirik 19-a. Elektron cədvəl proqramında yaradılan cədvəl nə isə deyir C3 xanasına düstur, Y6 xanasına köçürülüb. Aha, indi bizdən ümumiyyətlə düsturu sürükləmək deyir. Əvvəla yazıram ki, bu C3-dür. C3 xanasında bir düstur var. C3 bərabərdir B3, üzərinə gəl dollar C4. Tamam. İndi mənə deyir ki, bunu Y6-ya köçürt. Baxıram. Y6 yazıram buranı. Əvvəla köçürəndə birinci sütun olaraq baxmalısınız ki, irəliyə neçə addım belə deyək atılıb gedir. Məsələn, C, D, 3 addım. aha, baxın yox, sütunları demirəm, sayın. Sütunu Aha. sayın. Bax, C, D, Y deyildi, tullanma. Baxın, Hı C-dən hı. Y-yə neçə addım atıldı? 3 1, addım. 2 addım, 2. C-dən Y-yə demirsiniz müəllimə? Bəli, C-dən Y-yə neçə addım irəli gedir? Onda C-ni saymırıq addım gedəndə. Yox, bax, addım gedirsən. Bax, atılırsan da, C-dən D-yə neçə addım Sütun atılır? sayını desə 3 sütundur. Bəli, 2 hə, addım. tamam, o sayını desə tamam, əlbəttə ki, Hə, siz 2 deyəndə. addım müəllimə, 2 addım. Aha, 2 addım. 2 Hı hı. addım irəli. Bax yazıram bura sütun. Hı hı. 2 addım. Atılır qabağa. 2 Hı hı. addım. Sonra indi sətrə baxıram. Neçə addım atılıb? 3 idi. Üzərinə 3 gəlsəm, ümumiyyətlə də 3 idi. Üzərinə 3 gələndə 6 olacaq. 6. Deməli, sətir üzərinə neçə gəlməliyəm? 3 gəlməliyəm. İndi Onda belə baxın. olacaq. Y 3 Deyin. addım şeydən Evet. C-dən Y-yə gedibsə, C-dən Y-yə gedibsə 2 2 addım addım. gedibsə, Aha. Y də olacaq 2 addım. E, B'dən neçə bax, addım irəli? Baxın B, C, D. aha. Y. Baxın D, indi. C, Bir addım, 2 addım. Hara gəldi düşdü? D-ya. Görə D-ya. başa düşürsüz. Hı, bəli. Aha. İndi 3 idi, 6 oldusa 3 idi, olacaq 6. Bildinizə niyə? Çünki 3 add Bəli. sətir Bəli. irəli getdi. Bu zaten dolmadır, qalacaq yerində C. İndi 3 idi, belə 4 idi, üzərindən 3 gələcəm, eləyəcək 7. Bax, D6, C7, yəni dollar varmı? Baxaq. Bəli. Var, bəli, var. Y variantı. Sonra növbəti indi suala baxırıq. Hı. Deyir ki, Bunu izah eləyim də müəllimə. Deməli, əlbəttə buyurun. B13-dən gəlib B12-yə. Düzdür? Sütun sayı dəyişməyib, sətir sayı bir vahid azalıb. Aha. Olacaq C dollar 12 üzərinə gəlsin dollar D bir vahid azalır 12 ədəddə sabit qalır. Bu hər zaman sabitdir. İndi baxırıq varianta. Aha. D dollar 2. Aha. Hadi Y variantı. Aha. Düzdür. İndi bura baxırıq. Elektron cədvəldə A2, C5 və əvvəlcə bunu tapırsınız. Bayaq izah elədim mən bunu. Və deyir ki, bu diapazonu ümumilikdə neçə dənə xana? Xananı soruşur. Əvvəla xananı tapmaq üçün hamısında. Əvvəla burada gərək sətri sütunu tapıb buradan xananı tapasınız. İndi Burada siz müəllimə deyin görək. A A B C 3 dənə sütun. Aha, Sütun. aha. Sonra 3 dənə 5 Aferin. dənə 3 bir üstə gəldik 4. 4 sətir. Aha, 4. İndi xana sayı 3 vur 4 12. eləyəcək 12. Ha, bura İndi çəkdim 12. gəldim o birinə. Dəqiq. Aha, bunu Y deyin. sütun dəyişməyib 1. Hı hı. 5 sıx 2 üstə gəl 1. 3 üzərinə gəlsin 1 elədi Aha, 4. 4. Düzdür? 4 üstə gəlsin 12 elədi 16. Aha.
Görün aydın oldu indi. Aha, indi müəllimə, bu elə bir Buyurun. iki dənə diapazon ayrı-ayrı olanda toplam vurmuruq da, toplayırıq. Yox, yox, vurmursunuz. Bax yazıb ki, Hə, ümumilikdə neçə dənə xana. Artıq bunun elə bil ki, siz bunu da tapırsınız, bunu da tapıb cəmləyib tapırsınız artıq. Deyir hə, ümumilikdə baxın, ümumi, yəni onun bütövlükdə deyir nə qədər xana deyir yarandı. Onu soruşur sizdən. Başqa heç nə demir. Sonra keçirik 22-yə. 22-yə hə. baxırıq indi. 22-yə. Aha. Deməli, müəllimə, bunu da izah eləyim mən. Deyin, deyin, Burada deyin. bax, bərabərlik yoxdur. Hı. Bərabər atdıq. Aynen D-ni atdıq. Sonra Aha. gəldik B-yə. B-də 2 əvvəldə ola bilməz. Sütunun əvvəlində 2 ola bilmək. Hı B-ni hı. də atdıq. Sonra gəldik D-yə. D-də bərabərlik yoxdur. Atdıq. Bu ola bilər. Aha. İndi bunu da deyin. Hansına? Deməli, burada müəllimə, Hı. B-dən gəlib B2-yə. Sütun qalıb. Sütunla işimiz yoxdur. Aha. Sətir bir vahid azalıb. 10 dollar Aha. olduğu kimi qalacaq. Dollar D3, bu olacaq D2, sabit də özü Aha. qalacaq. Düzdür, əla. İndi bax bunları artıq rahat yaza bilərsiniz Hə, məncə. onları yaza Eynidir. bilirəm. Onlarda problem Onları yoxdur. məncə vaxt itirməyək ki, Hə, keçək hə. başqa. Çünki Keçək əvvəldə başqasına. çətin tiplər var. Məsələn, Aha. baxın 27-yə də mən izah verim, sonra Hə. 28 falan onlara Siz baxın. verin müəllimə, bunları verin. Aha. Aha, tamam. Deməli, indi baxırıq bura. Əvvəla burada deyir ki, D1 xanasında bu ifadə var. Sonra deyir ki, D2 oyğuna köçürülüb. Nəticədə D2-nin qiymətini deyir tap. Hı hı. Baxın, hansı qiymət alınır da deyir cəmləsi tapmaq Hı. lazımdır. D1 xanasının qiyməti budur. Baxın, yazıb ki, A dollar A bir dəqiqə dollar A 1. Hı hı. Dollar 1. Vuraq B1, üstə gəl C2. Bu var. Hı Düsturu hı. daxil edilmiş və D2 oyğuna köçürülüb. Əvvəla bu D2-yə köçürsə zaten yenə də bu olduğu kimi qalacaq, sabit qalacaq. Bax bu hissə sabit qalır. A dollar 1 vuraq. İndi baxıram. Burada B olduğu kimi qalacaq. Çünki sütun üzrə sürükləşdirəndə zaten dəyişmir. Burada bir disə olacaq 2, üzərinə gələcəm C, Demək, 2 nədən nə oldu. deyəcəm? D1-dən D2-yə gəlib də. Bəli, baxın D1-dən D2-yə gəlib o yüzdən. İndi D2, deyir C3. buranı tap. Buranın qiymətini istəyir. A1-in qiyməti 1-dir. Birdir. B2-nin qiyməti 5-dir. C3-ün Hı. də qiyməti 9-dur. Eləyəcək 14. Əgər qiyməti soruşursa, bəli. Bəzən sizə bir şey deyim. Testlərdə məsələn bizim biz testlərin ümumiyyətlə oranın işlədirik. Hər bir şeyini, yəni bizim sınaqda güvənlənik. Baxın, orada bəzən belə suallar olur. Deməli, qiyməti soruşmur, şagird gedir qiyməti tapır yazır. Amma qiyməti deyil də düsturu soruşurdu. Burada hansı qiymət alınır yaz baxa. Burada sadəcə qiymət deyir. Yəni deyirəm ki, diqqətli olun sonda. 14. Aha, hə. Yəni 14 elə, alınır. elə o tip testlərimiz çünki çox olur. Hı hı. Bəzən bunu soruşur, bunu soruşmur. Baxın, düsturu eyni soruşur, amma şagird gedir, bax, yəni dəfələrlə qarşımıza çıxıb ki, şagird hesablayıb cavabı götürür. Yəni ən sonunda diqqətli olur. İndi gəlirik. Müəllimə, burada deməli köçürdük oldu dollar A, Bəli, dollar 1, hə. İndi biz dollara dollar 1 deyəndə hansı xananın qiymətini götürürük? A1, baxın. Nə Hə, deyir bu? dollar olsa da A1-dir, hə? Baxın, A1. elə məsələn, baxın, burada dəyişmir. Əgər dəyişsəydi, A2 olsaydı, gedib bax, bunu götürərdiniz. Burada bax, bunu sabit saxlayıb, ümumiyyətlə Yox, mütləq onu demirdim. Deyirdim ki, yəni dollar işarəsi var da, yəni o heç nəyi olsun. dəyişmir. Yox, yox, yox. O cəhətdən heç bir dəyişiklik yoxdur. Deməli, indi keçirik 28-ci suala. Bax, bu tip dediyim kimi çox maraqlı tip suallardandır. Yəni imtahana da demək olar ki, düşür artıq. Deyir ki, yəni bu qiymət verilib. Əvvəla burada fikir verəsiniz ki, burada həm ad hissəsində filtr var, soyad və maaş üçündə də var. Hə. Amma bizim baxacağımız baxın buradır. Əvvəla siz bura fikir versiniz. Grinzəni istəyir. Bəli, maaşa baxırıq. Maaşa Hı baxırıq və Gritterzen. Gritterzen böyük deməkdir. hı. Özdə əndi varsa və 400-dən böyüklər. Deyir ki, neçəsi gizlənəcək? İndi baxırıq, görək neçəsi hələ görsənir. Deməli 400-dən böyüklər, 400-dən əvvəla böyüklər. 540, Deməli 400-dən böyükləri gəl hələ seçək. Deməli 450, sonra 540, sonra nə var burada? 490, 490. 520, Aha. bir də 440. Deməli burada neçəsi var indi? E, 5 dənə. aha 5 dənə. 1, 2, 3, 4, 5. Bu 5 dənəsi görsənəcək. Deyir Hı. neçəsi, indi soruşur ki, neçəsi gizlənəcək. Neçəsi gizlənəcək? 5-i görsənəcəksə 1, 2, 3-ü görsənəcək. Gizlənəcək. Və hə, gizlənəcək. Gizlənəcək. Düzdür. Üçü gizlənəcək. Baxın, filtr burada tətbiq elədikləri hər zaman görsənənlərdir. Hı Bizdən hı. soruşduğu deyindirəm. Buranı diqqətdən baxırıq ki, bəzən olur ki, gizlənəcək yazmır, görsənəcək yazır. Yəni bu da Gördüm.
Mhm. Asan deyim, asanın çətinidir. Aha. 29-u bilirəm. Keçək. Onları Aha, keçək. məncə onlar artıq rahatdır. Hə. Keçirik növbəti. Belə müəllimə, Bəli, Excel haqqında məlumatım var. Sadəcə testlər işləməmişəm deyə bilirəm, testlər başa yetkin düşürəm. deyiləm. Mhm. Başa düşürəm. Deməli yenə də, baxın ad 30. hissəsinə. 30 qaldı axı. Hə də 30-dur. Hə. 30-dur 30. Deməli Aha. baxırıq bura. Yenə də bax əvvəla buranı göstərirsiniz ki, ad. Gedib ada baxır. Da gedib soyadı işinə deyilən axtarmırsınız. Mhm. Begin with. Begin deyir başlasın. Nə ilə başlasın? Ə hərfi ilə Aynen. başlayanlar. Mhm. Özdə hökmən ə ilə deyir ha. Vacibdir ki, ə ilə başlasın. Çünki end var. Or olsaydı belə deyək Mhm. də, məsələn burada bir r da yaza bilərdi ki, bax burada ə ilə başlayıb r ilə bitsin deməkdir bax bu. Mhm. End olanda ə ilə başlayıb deyir r ilə bitsin. Əgər belə olsaydı. R yazsaydı bura hökmən. Aha, indi silirəm. Bunun dediyi şərtə baxıram ki, deyir ə ilə başlasın. Gedirik ə ilə başlayan Əhmədi götürürük, 50-ni götürürük, Əliyarı götürürük. Bizdən deyir ki, Adı deyir də, familiyanı yox. Bəs nə bilim ki, adı deyir yoxsa familiyanı? baba işarə qoydum bura. Yazır özü. Hökmən Ha, yazacaq. ha, Onu ha, yazmasa heç o sual düz deyil. O ha, sual düz bil. deyil, yazmalıdır. İndi deyir ki, neçəsi gizlənəcək? Deməli, Vasif, sonra Vahid, Kamran, Samir, Tahir. 1, 2, 3, 4, 5 dənəsi də gizlənəcək. Yəni onun harda olduğunu özü qeyd edəcək. Amma ki, yəni Müəllimə, ə bəli, ilə başlayanlar nə oldu? Əhməd, Hı Əli, -hı. Əliyar. Bunlar Göz, gözlənəcəklər. bəli, göstərilir. Dedim axı ki, baxın, burada əgər bu şərtə uyğun tapdıqlarınız həmişə görsənəcək. Yerdə Hı. qalanlar var ha. Onlar gizlənəcək. Bax, filtr bilirsiniz niyədir? Filtr tətbiq eləyir ki, Hı. şərtə uyğun olanları deyir mənə göstər. Göstər deyir mənə. Amma burada testə nə yazıb? Gizlənənləri soruşur. Baxın, Hı -hı. tələdir də. Bax, bu suallar tələdir. Şagird deyir ki, ay müəllim, axı burada belədir, düz deyir də, amma görsən gizlənəni istəyir. Görsən heç istəmirdi. Gəlirik bura. Deməli, indi bu suala baxırıq. Deməli, bu sualda dəqiqə. Mhm. Deyir ki, B2 xanasına müəyyən bir düstur daxil edilibdir. Ümumiyyətlə bu tip sualı həll edəndə necə baxmalısınız? Hələ ki ortaya yox. Əvvələ bir bax bura baxırsınız, vacibdir. Baxın bir də bu hissəyə baxırıq. Yəni bu ikisi ilə biz ortaları almışıq. Nəyə görə müəllimə? Çünki məsələn belə deyim də, yəni bura ifadələr daxil eləyir, rəqəmlər daxil eləyib, burada da daxil eləyib. Bu ortanı daxil eləyib bunu ala bilməz axı. Hı Bu -hı. ikisini bax boş bir dənə sətir, boş bir dənə sütun çəkir belə. Çəkir bu formada. Sətir sütunu qeyd eləyir və Hı -hı. düstur yazır. Bax bura bir dənə düstur daxil edib bu. Bu düstura əsasən bax bu A-dan və belə A sütunundan, bax bu A sütunundan istifadə eləyərək bir də bunun qarşısında bax bunlardan bir dəfə B1-dən, C1-dən, D1-dən Y1-dən, F1-dən hər dəfə qiymət götürüb hesablayır bu ikisi. Bax, bundan qiymət götürüb hesablayıb, bax, ortaları alıb ha. Hı -hı. Bu ikisindən. İndi buranı baxaq. Analiz eləyək ki, necə alıb onu. Baxırıq. Deməli, burada 1 var, burada 1 var. Ortada 1 alıb. Sonra, burada 1 var, burada 1, 2 var. 2 alıb buradan. Deyirəm ki, hə, deməli neyini? 1-i 1-ə vurub eləyib 1. Baxın, 1-i 2-yə vursam eləyərmi 2? Hı -hı. Baxın. Sonra Hə. 1-i 3-ə vursam eləyir 3. Hı -hı. 1-i 4-ə vursam eləyir 4. 1-i 5-ə vursam eləyir 5. 1-i 6-ya vursam həqiqətən görsə düz Hı gedirmi -hı. hamısı? Bəli, bəli. İndi bura düz gedir. İndi gəlir bura. Düşün məsələn, baxın düsturu əvvəla deyirəm ki, şagirdlərə qurmamışdan əvvəl bir özünüz bir analiz eləyin. Gedib qaçıb cavabı götürmürük. İndi A. İndi gəlirik. Özdə dediyim kimi, dedim ha, hökmən birinci yerdən qiymət götürməliyik. Hı -hı. Birinci yerdən. İndi gəlirəm bura. 2-ni götürürəm. 2-ni 1-ə vururam eləyir 2. 2-ni 2-yə vururam eləyir baxın 4. 2-ni 3-ə vuranda 6. 2-ni 4-ə vuranda 8. Görün alırammı? 2-ni 5-ə vuranda 10. 2-ni 6-ya vuranda 12. İndi siz bir nəticə çıxartmalısınız. Baxın, məntiqi mühakimə yürütməlisiniz ki, mən nə iş gördüm? Baxın, A-nı götürdüm və A-dan götürdüm. Öz də A-dan nəyi götürürəm? A-dan götür. Hər dəfə B-dən gedib götürürəm. Baxın, sütun üzrə deyirəm ha, sətr üzrə demirəm hələ. Hı Deməli, -hı. mən burada A-nı dondurmalıyam. Niyə dondurmalıyam? Səbəbi var. Çünki mən hər dəfə A-da, baxın, siz sonra gedib B-dən götürsəz, onda bu düstur alınmayacaq. Yəni, bu qiymətlər alınmayacaq. Cavab tamamilə fərqli bir şey Hı olacaq. -hı. Yəni, hökmən düsturu diqqətlə qeyd eləmək lazımdır, özəlliyimiz. Deməli, aha, dollar A. Bəs yaxşı, mən indi dollaranı tapdım. Bəs yaxşı, mən
2-yə, sonra 3-ə, 4-ə. Baxın, bu dəyişir. Bu dəyişirsə, mən bura dollar qoya bilərəm bunun Yox. qarşısına. Çünki baxın, bir dəfə 2-dən götürür. Sonra bir dəfə baxın 3-dən götürüb. Bax 3-ü 1-ə vuracaq eləyəcək 3, 3-ü 2-yə vuracaq eləyəcək 6. Bax bu formadır. Hasili. 4'ü 1'e vuracaq 4 eləyəcək. Tamam. Sonra 4'ü Deməli bu dəyişdi. 4. Bax başa düşdünüz nə dəyişdi? Hı hı. Başa düşdünüz. İndi sonra gəlirəm baxın bura. Bura gələndə nə dəyişir? Bax bir dəfə B-dən götürürəm. Bir dəfə C-dən, bir dəfə D-dən. Bax məsələn, birincidə B-dən götürmüşəmsə, ikincidə onda düşüb nə etməliyəm? C-dən götürməliyəm. Düzdür? Ancaq burada hər zaman bir dəyişməyəcək. Görürsüz? Bayaq nə dedim? Bir heç bir zaman dəyişməyəcək. Məsələn, bu A2 xanasının düsturudur, düzdür? Bax, belə deyək də A2-yə məsələn bunu yazdıq. Bax, bura düsturun, bax, bura yazdıq. Yazmısan bunu. Bunu sürükləyib aşağı düşürsən, onda onlar nə? Məsələn, A3, sonra Hə. B, C, dollar 1. Baxın, dəyişən nədir? Baxın, A qalır. Bir dəfə A3-dən götürürəm, sonra C-dən qiymət götürürəm. Bunlar hər biri dəyişəcək, dəyişə-dəyişə gedəcək, amma dəyişməyən burada A, burada isə dollar 1 olduğu kimi qalacaq. Görün, tam başa düşdünüz? Bəli. Yəni baxın dediyim kimi, əgər burada mən sabit saxlamasam, onda qiymət tamamilə fərqli olacaq. Hı Görürsüz hı. variantlara baxın hələ, görün nə yazıblar. Bax hələ hətta B-yə baxın ha. Dollar B1, dollar B1 olsa, bu heç vəbşə yerindən tərpənməz ki. Elə qalacaq burada. Dəyişməyəcək. Aha. Aydın olacaq gecə növbəti. Keçirik növbəti 32-ci suala. Aha, 32-yə baxırıq. Deyir ki, elektron cədvəl proqramında hazırlanmış nəysə C1 xanasında olan düstur C2, C3 xanasından köçürəndən sonra C4. Baxın, yenə bu da rahat bir sualdır. Düstur sürüklənməsidir. Deyir C1 xanasında olan düsturu. Əvvəla baxıram, C1 xanasında deyir olan düstur budur. A1, üstə gəlib B1-dir. Deyir ki, Hı C2-yə, hı. sonra C3-ə köçür. C2-yə, sonra C3-ə köçür. Gəlir köçürdək. C2-yə köçürsəm, A-dırsa olacaq A2, Bir üstə dəqiqə gəlib müəllimə, bunu mən də yazdım deməli. D. C1 Deyim mən e, yazım. hə, Yox. yazırdım o cürə. A1 Yox. üzərinə gəlsin. B1 S2-ni yaz. Hələ yaz köçürdürəm müəllimə. Aha. A2 üstə gəl. B2 Aha. S3-ə olanda müəllimə S3-ü Deyim deyim mən də deməli. yazım. Siz deyin mən yazım size. S3 nədir? Aha. Bu olacaq A3 Aha. B3. B3. Aha. İndi deməli. Bu üçün Yəni tapdıq. bunu ona görə aldıq ki, S1-dən gəldi S2, 2 oldu, S3-də də 3 oldu da. Bəli, bəli, bəli. Baxın, heç də sütun üzrə bax dəyişdik sadəcə. Görsə heç mütləq qiymət falan yox idi. İndi gəlin qiymətləri yazacaq. C1 xanasının qiyməti nə olacaq? A1-dən B1-in cəmi. Bəli. A1, A1 B1. 12, B1 də olacaq 55. 55. Bura Hı oldu -hı. 55. İndi ikincinin qiyməti neçə olacaq? A2 ilə B2. 62. Bura da A2 eləyir müəllimə 45-dir, 23 eləyəcək 68. 68. Aha, indi bura neçə olacaq? A3. Bax, bura Mən deyim də 0. müəllimə. A3 0-ı götürürük də. Sıfırda, yəni sıfırı zaten cəmləyəndə onsuz da 54 eləyəcək. Yəni olmasa belə, yəni şagird birdən soruşur, onda da qeyd edir ki, yəni bara baxın, yoxdur da. Yoxdur nə Yəni üçün? amma 0 götürürük də. Əgər yoxdursa da Bəli. götürürük Bəli, də. yoxdursa da 0 üstə gəl 54. Yəni qeyd edirik şagirdə ki, şagird bilsin. İndi ən Aha. sonda C1-dən C3-ün cəmini hamısını istəyir. İndi bunu toplamaq lazımdır. 55, B1 64, 54. Deməli 12, 17, 7 yazaq. 1 yazaq. 77. 10, 16, 17. Всё, 177. Belə. Bəli. Bəli. İndi keçirik 33-cü suala. Çox 33-cü sualı Bu çox sual. sum da şeydir, Bəli. cəmləmədir. Bəli, B1 cəmləmədir. Qiymətlər üçün düstur. yapağız İlk onu istəyir. düstur. B1, B2, B3, B4. Əvvəla bura qədər götürürsünüz. Amma burada baxırsınız ki, B9 var. Deməli, mən burada ilk öncə yazacağım bu olmalıdır. B1-dən B4-ə, B4-ə, belə deyim, yəni vergül, baxın, bu ikisini bir götürürəm. Burada bir vergül qoyub, baxın, indi o mötərizə mən niyə qoydum ora? Saçdım. Dəqiqə. B4, bura qədər Hı 1 götürdüm və burada vergül bir dənə B9 var. -hı. Bəli, Bu B9. formadadır. İndi nə deyirdi bizdə? Cəmi deyirdi, zaten cəm yox, elə olmalıdır sum. Sum olacaq Y variantı. Bəli. Məncə bu rahat sualdır. Hə, Elə rahat. çətin deyil. Məsələn, burada 34-cü tip suala baxaq. Deməli, indi bura baxırıq. Deyir ki, cədvəl fraqment əsasən B2, C2 deyir. Yəni 34-də deyil, hələ biz 22-dəyik. Bəs niyə bura gəldi? Bir dəqiqə baxım. Hə, düzdür, 34-dəyik. Düzdür. Yox, 33 elədik. İndi bitirdik. Hə, 22. 34-dəyik.
Ha, 34 deyil. Tez-tez yazsaq çox tez işləmiş olacaq. Hə, bunu elə bitirək. Yox, episə olar. İnşallah. Deməli, deyir ki, elektron cədvəl fraqmentində B2-dən C2-yədir. Baxın, ümumiyyətlə üzü aşağıya sürükləmə var. Gəlib deyir dayansın D2, D9 diapazonunda. Baxın burada. Buranı Hı istəyir -hı. bizdən. Deyir ki, D9-un xanasının qiymətini istəyir. Baxın, bu ümumiyyətlə bu dollar 300. Baxın, burada neçədir bu? 360 nöqtə. Baxın, nöqtədən sonra sıfırlar var. Düzülsün, getsin, Bəli. canı sağ olsun. Burada 360-ın 20%-ini gedib şagird tapmalıdır. Hı -hı. Çünki D2 Faizini tapırsınız. Baxın, 20%-in. axı D2-ni deyir müəllimə. Hanı D2 deyir? burada B2 vur C2-dir. Yox, olsun da çəkib gətirirsiniz burada. Bura gətirib Aha. çəkib gətirən neçə olur? Baxın, indi yazıram. B3, C3, B4, C4, B5, C5. Bir dəqiqə, qara oldu, özüm gözüm ağrıdı, bir dəqiqə. Hı Deməli, -hı. B6, C6, B7, C7, B8, neçə oldu? B8, B9, düzdürmü? B9, Bunu B9. mən belə nəyə görə? Bax buradan D-ni götür. B-ni nəyə görə belə Biz, yazırsan? bu bilirsiniz nəyin qiymətidir? Bu D2-dən D9-a qədər baxın. D2-nin qiyməti budur. Hə, Baxın. hə, D2, D9. Baxın budur. İndi bunu üzü aşağı götürüb çəkib də bir dəfə Aha. D3-ün qiyməti, bir dəfə D4, D5-in. Onda olacaq 360 vurulsun 20%. Bəli, bax bundan indi burada yazdım. 360 vur 20 bölünsün 100, o da 360, eləyir 70. 72. A variantı. Görün başa düşdünüz? Aha, bəli. İndi Hə. mənim 35-i mən eləyim. Bəli, 35 görək nədir? Elə. Belə Buyur. izah eləyə deyim görüm. Buyurun, Deməli, buyurun, buyurun. Hı hı. D1 xanasındakı düstur C2 və C3-ə köçürülüb. C1-də belədir. Dollar A Aha. 100 Bu üzərinə üstəgəlmədir. gəlsin. B dollar 1. Bəli. Deməli, burada müəllimə köçürülüb Aha. birinci C2-yə. Düzdür? Aha, deyil. Olacaq. Hı hı. D2 bərabərdir. C1-dən C2-yə sütun dəyişməyib. Aha. Olacaq dollar A4 üzərinə gəlinsin. Bu B minusdur. dollar, bəli, 1. İndi gəlirəm üçüncüyə. Düzdür? Aha. Üçüncüdə belə olacaq. Deməli, C1-dən C3-ə gəldi. Sütun eyni qaldı. Dollar A. 3-ə gəldi, 2 artdı. Olacaq 4, olacaq 6. Düzdür? 6, 4 nə idi? Baxın, A3-dürsə A4 oldu. Burada da oldu A5. Üstə Hə, gəlib B, A5 düzdür. dollar A5 üzərinə gəlsin. 1. Dollar, B, dollar 1. 1. Düzdür? İndi mən İndi bunu mənfi çıxart görürəm, amma bilmirəm, təzə kitab yanımda deyil deyə. Bu da bir çıxart dəqiqə gəlmədi. bir dəqiqə. Yox, üstə gəldi, yanımdadır. Ha, üstə gəlmədi, çünki burada çıxartdı o. Çıxart düşüb. Hə, bir dənə müəllimə bunu hesablayım. Dollar A3 üzərinə dollar. A3-ün qiyməti neçədir? A3-ün qiyməti 23-dür. Düzdür? 23 üzərinə Ha, gəlinsin. 23-dür. A3 müəllimə, A3 baxın. A3 54. 54. Baxın, biraz hə, 54. diqqətli olaq. A4 Aha. bax. Bir isə 56-dır. Aha. Üstünə gəl. 56. Bu da elədir 111. İkinci. Dollar A4. A4 şeyə baxaq da C Sıfır. A4-ə. A4-ün qiyməti 0-dır. Aha. 0 üzərinə gəlinsin. B dollar 1. B1-in də qiyməti 56-dır. Aha. Ögə 50. Bu sətrə baxmırıq da. Sətrin qabağında dollar 1 var. Yox, yox. Ancaq bura baxır. Hələ ki bura baxın. 56. Hı Üçüncü -hı. isə A5. A5. A5-in qiyməti yoxdur axı 0-dır yəqin A5. Olsun da yoxdur, olsun. Aha, A5 B1. düşmür, yarıdan kəsiblər. Aha. 56. C3 bərabərdir. Dollar. Mən Müəllimə nə biləm, qabaq burada çıxmadı ha ancaq. Nəsə bu. A5-in qiyməti olacaq 5. Hı -hı. Üzərinə gəlinsin. B dollar 1. Yəni B1 xanası da düzdür. Hı B -hı. dollar 1 olsa da yəni dollara baxmırıq da B1 deməkdir də. Aha. Bu da Bəli, eləyəcək bəli. 56. Siz sadəcə 50. orada biz nəyi nəzərə almalısınız həmişə? Sürükləmədə. Vəsiyo, dolların işi ancaq odur. Xanadan xanaya sürükləyəndə işə yarayır. 11, Aha. İndi toplamaq lazımdır bunları. 7, 12, 200, 6, 6, 10, 222. 2, bir də ya da 228. Mən Niyə necə aldım ki? 228-i? 222. Baxın, 110, 56, 56. Neçə ilə müəllimə? 54-ün üstünə 56 gələndə müəllimə, hə 54 niyə? 110. 54-ün üstünə 56 gələndə də birincidə 110 110 eləyir. eləyir də. Hə. Sonra 0-ın üstünə 56 gəldi, 56. Bu da Sonra 56. 0-ın da üstünə Təmin 56. də.
Dur, mən 5 yazmışam. 5-ni hardan almışam? Yox, A5. müəllimə Hə, 222. 0, Valla o 56, sıradan elə 56. belə səhvlərdir. Yəni bir balaca diqqətli Hı, olsaq hə, çıxar. 222. 222. Müəllimə, indi 220. 36-nı özüm eləyim də. Biraz çətin Bəli, gəldi. buyurun. 36 eləyim. Aha. Deməli, Bir dənə silim ekranı. birinci, aha, cədvəl fraqmentlərindən C2 xanasını düsturu. Aha. Birinci C2 köçürülüb C3-ə. Bax Düzdür? bura. Aha. Elə Nədir? C3 istəyir. Deməli, C2 onda istəyir. olacaq Asan. müəllimə Aha. belədir. A2 vurulsun, Yox, ulduz diqqətli 2-dir. olun. Müəllimə, A2 yox. Müəllimə, A2-ni, C2-ni soruşur buradan. C2-nin qiymətini Aha. deyirəm. A2 vur C2 2-dir. verib, bax C2-ni verib A2 vuraq 2. Düzdürmü? İndi Deyir mən C3 C3-ə gedirəm də. deyil. Olacaq. Aha. Aha, C3-ə gələndə olacaq bu. Deməli C3-ə gələndə nə qədər artar? Sütun artmayıb da. Xeyr. Olacaq A2 yox bir elə artmayıb. Elə qalıb. Yox, niyə ki? Sütun qalıb, amma sətir artıb axı bir vahid. Çünki C2 cədvəl 1 olacaq A3 də vuraq 2. vuraq 2. A3-ümüz də elədir A3-ümüz 0-dır axı. Sıfır olsun da müəllimə 0 vuraq 2. Aha, vuraq 2. 0. Hı hı. Aha. C bəndi. C variantı. Sonra Doğrudur. 37. Gəlin 37 Cədvəl, baxın. Hı hı. cədvəl fraqmentinə əsasən buna da baxın. B2 xanasında Aha. düzdür. Aha, deməli birinci Bax çəkirəm. kənara B2-dən yazıram B2. B2-dən C4-ə. Aha. Deməli B2 neçəymiş? B2-dən C-yə gəlibsə Aha. C4. sütun Neçə vayda artıb? 1 artıb. Olacaq Aferin. Aha. D 2-də sətr artıb. Aha. 3 olacaq 2 C3 C3 üzərinə gəlsin. Dollar B dollar 1. Baxın müəllimə, C bir dəqiqə. Baxın B-dən C-yə bir vahid artıb sütun. Düzdürmü? Sütun bir aha. vahid artıb. İndi mən A-dan bir vahid artıranda B-yə gedirəm. Baxın B. Mhm. B neçə eləcək? 2-dən 4-ə gedib sətr 2 vahid artıb. Deməli 1-də üzərinə gələcəm 2 eləcək 3. Baxın B3 oldu burada. B3 C yox. B3. Üstə gələk dollar B dollar B. Yox. İndi buradan Hə. B3. Tapırsınız B3 neçədir? 33-dür. Bərabərdir. 33. Baxın, bir də burada nəyi verir bizə? Dollar B1. Dollara da baxıram ki, 3 verib. 36. Bəli. Başa düşmənisi 36. bir də deyim. Yox. İndi 38-də özüm tərifə düşdüyüm görüm hələ siz İşte. demədən. Aha, buyurun. Görüm cavab ala Bir dəqiqə biləcəm. qaldırım yuxarı. Buyurun işleyin. 38. Bax, tələsməyin. 38-i. Yaxşı. Hı hı. 38. Hı Birinci. hı. Özüm bir dənə yazım. C1-dən Yazın, yazın. gəlib. Demirəm heç nə. Aha. Onsuz C, dərsi yazıram, atacağım. hə. C olduğu kimi C1 xanasına düşür, C2 xanasına köçürülərsə. Deməli bu C-lər olduğu sütun olduğu kimi qalıb. Aha. Olacaq dollar A dollar 1 vurulsun B1. Deməli C-dən C-yə gəlibsə, sütunda heç bir dəyişiklik olmayıb, amma bir dənə B2 olacaq. Hı hı. Onda olacaq A1-in qiyməti, A1-in qiyməti 5-dir, vurulsun B2-nin qiyməti Hı hı. 15-dir. 15 bu da eləyəcək. Elə düsturun özünü istəyir ki. Hı hı. Düsturun özünü istəyir. Aha. Olacaq dollar A, dollar 1 vurulsun 5-i. B bəndi. Bəli, doğrudur. Hı -hı. Düppələndir. Sağ Elə ədədlə istəsəydi Onu hesablayardı zaten. 25, 75. Aha. Ədəd istəmir. Gör, ancaq deyir düsturu sürükləyin. Aha, bunu da yazdım da 39-u. Yazın, yazın. Mən izləyirəm. Ah, danışa danışa Hələ deyim. ki Mən bilmirəm. həvəsliyəm. Yox, B narahat olma. xanı 5 Aha. B5 xanasına yazılmış. Deməli, o birinci başlayan həvəsli uşaqlar olur. Deyirsən ki, все, partladacaq. Sonra İnanın, birdən mənim tökür. uşaqlarım var. Dollar. Allah, elə həvəslidirlər. Çox əjdahadılar, inanın Allaha. Bilgin əjdaha. Hə, oxuyan uşaqlar da var, o heç. Deməli, Aha. müəllimə, 5-dən, B Hı. 5-dən, gələcək D 8-ə. B-dən D-yə gəldi. Neçə addım Aha. gəldi? 2 addım gəldi, düzdür? Aha. 2 addım gəldi və sətirdə 3 addım oldu. Olacaq Z Hı hı. dollar 3 vurulsun dollar. Hı hı. Deməli, 5-də o dollar B-yə aiddir də, 5-ə aid deyil, düzdür? Yox, 5-də aha. 3 artıq olacaq 8. Hı hı. 8 dollar B 8 üzərinə gəlinsin 5-də olduğu kimi qalacaq. Düzdür. Olacaq dollar C 3 C dollar 3 vurulsun dollar Aha. B 8 üzərinə Aha, gəlsin 5. düzdür. D Əla. bələndi. Düppələndir. İndi Düzdür. bunu.
Qoy görüm, bunu bayaq hesab elədiniz, Aha, düzdür? bunu demişəm indi. Baxın, necə demişdim mən. Baxın, heç vaxt qarşı qaçıb birinci variant axtarmırıq. Mhm. Əvvəla bura Birinci baxın. Hı müəllimə, -hı. birinci A-nı götürürəm, Hı düzdür? -hı. B2 deyir ki, verilmiş cədvəl fraqmentində B2 xanasına düstur daxil edilmişdir B2-yə. Baxın, Buradan B2-dən Y6-ya çəkib. Baxın, B2-dən Y6-ya çəkib onu. Hı -hı. aha, B2-dən Y6-ya. Qoy bir dənə burada çəkim B2, Hı -hı. Y6. Baxın, siz bura baxın. Görün o onu necə alıb. 20-ni necə alıb. Ortaya baxın həmişə. Burada müəllimə 10 deyil. Aha, Onu vurub 2-yə 20 alıb. 20-ni vurub aha. bilmədim. Baxın, bir bura. Siz başlayın. Deyirəm, bir də bura. Hökmən baxmalısınız. Aha. Və bu iki şeylərdən ortaları alıb da, neyinibsə ortanı alıb. Əvvəla baxıram ki, bir dənə yolla gedəcəm. Məsələn, 1 0-dan 10 alıb. Baxın, 1-i var, 0-ı var. Bu necə 10 ala bilər? Bax, Biri 1 var, sıfırı var. 10 alıb. Necə eləyib? Bax, ikisi var, bax aşağıdan. 0-ı var, alıb 20. Buradan necə ala bilər o 20-ni? Bax, məsələn, 1-i 10-a vurub üzərinə 0 gələ bilər. 10 alar. Düzdürmü? Bu başqa variant. 3-ünü 10-a vurub üzərinə 0, 3-ünü 10-a vursa 20 eləyəcək, o da 21 eləyəcək. Aha. Alınır indi. Mhm. Baxın, heç dürsür, heç vallahi heç inan Allah güvənlər bura baxmamışam. Baxın. Amma Mhm. fikirləşirəm ki, mən bax bu 1 ilə 0-dan, baxın, inanın testlərin hamısında. Yəni mən həmişə düşündüyüm nə olub? Testləri yazanda, ümumiyyətlə baxanda, bunu insan beyni yazır, düzdürmü? Bunu kim yazıb? İnsan yazıb da, yəni bildiyimiz. O da bizdən biri deyil. Siz da, yəni burada nə Evet. ola bilər ki artıq? Bu neyini? Birdən sıfırdan 10 alıb da. İnsan beyni düşünüb ki, deməli biri ona vurub, üzərinə sıfır gəldi, eləyib 10. Tamam, amma bir şərtlə. Gedin bu birisinə də baxın. Görün həqiqətən düz gəlirmi? Baxın. Birdən alıb neçə? Ortada 11 durub, düzdür? Mən birdən 11 indi birləşdirməkdən söhbət getmir. Deyərsiniz yan-yana yazaram, yox. Yəni biri 10-a vurub, üzərinə 1 gələndə mən 11 ala bilərəm. Mhm. İndi düstur düzəldirəm. Baba düstur düzəldirəm indi. Mən həmişə şagirdlərimə belə deyirəm, bax, 1. 1 hardadır? A2 xanasında, düzdür? Yazıram bura A2-ni. Hələ heç nə qoymuram, mütləq nə falan heç nə Mhm. qoymuram. Amma onun sabit qalmalıdır. Çünki mən onu özüm vururam hər zaman. Özdə hamısında ona vuracağam. Üstə gəl. İndi bu. Bu da belə deyək də, tutaq ki, üzərinə qiymət gəldim. Bir dəfə 0 gəldim, düzdür? Bir dəfə sonra 1 gəldim. Deməli bu hardaydı? Bu birinci sətirdədir. Burada da məsələn bir dəfə B olacaq, bir dəfə olacaq C, bir dəfə nə bilim D. Məsələn B-ni götürsəm, B1. B1-i dollarla verməliyəm. Niyə? Çünki bu hər zaman mən gətirib papa buradan götürəcəm. Dəyişməyəcək. Amma Mhm. B-dir, sonra olacaq C, sonra olacaq nə bilim D-dən götürəsən Y-dən və s. İndi baxırsan Düz. bura. A2-yə gəlirəm. Bəs Deməli. yaxşı, mən burada nəyi sabit saxlamalıyam, nəyi yox. İndi burada mən hər zaman A-dan gedib götürəcəm, hər zaman. Amma bir dəfə 2-dən götürəcəm, bir dəfə 3-dən, bir dəfə 4-dən, bir dəfə 5-dən və s. Deməli burada da mən bu A-nın qarşısına bir dənə dollar atmalıyam. Dollar A2 vuraq 10, üstə gəl B dollar 1 variant varmı? Var. Bax belə. Heç varianta baxmıram. Əvvəla mənim işim ancaq ki, bura ilandır. Bura ilə zaten yerinə getirdinizsə cavab onsuz da çıxacaq buradan. Görün aydın Müəllimə, oldu. düzdür. Bəli. Ah, əla. Keçirik növbəti suala. Baxaq növbəti nədir? Geniş bir sual var burada. Aha, bu da maraqlı sualdır. Deməli, buna bir dəqiqə belə baxaq. Bir balaca bunu böyüdüm. Balaca oldu. Aha. Belə baxıram buna. Əvvəla bura baxırsınız ki, heç bu şərti artıq oxumuram. Deyir ki, Y5-dən Y9-a nəsə diapazon boyunca sürüşdürülərsə, hər məhsul üzrə ümumi satışdan gələn gəliri hesablamaq istəyir bizdən. Gəlir. Gəliri hesablayır. Əvvəla bura baxıram. Burada baxanda baxıram ki, bu alış qiyməti var. Gedib bir mağazadan bir məhsul alıb, bunun 50 Mhm. dollarla alıb. Nəysə, sıfıra heç götürmürəm. 50 dollarla alıb. Satışı neçəyə satıb? 80 dollara məsələn. Bunun Mhm. xeyri nə qədər olar? Baxın, gəlirini hesablayırıq da biz, düzdür? Bunun xeyri, mən deyərəm ki, belədir də. Deməli, mən 50 dollara bir şey almışam, 80 dollara Mhm. satmışamsa, mənim burada bir 30 dollarlıq xeyrim var da. Bəli. Düzdürmü? Baxın, Mhm. məntiqi cəhətdən yanaşdın ki, 30 dollar bunun xeyri var. Özü daha Mhm. sonra baxın manata çevirəcəksiniz. Manata Mhm. çevirəcəksiniz. Bir də burada da manatda 1.7-dir. Əvvəla baxın,
Mən necə tapdım? Deməli bu C-də durub. Baxın 80-dən çıxdım 50-ni. Hı. Mən belə deyək də hələ ki tapıram ki, mənim nə qədər gəlirim var. Onu tapıram. Deməli 80-dən çıxdım 50-ni. 30. Sonra nə etdim? Sonra bax indi mən tutaq ki, bir dənə mal alsam budur. 10 dənə mal alsam, gətirib 10-a vurmalıyam. 7-dən alanda 7-yə vurmalısınız, düzdür? Buranı da Hı. tapdıq. Buranı da tapandan sonra vururam. Nəyə? Mən bunu dollarla almışam. Dollarla bu qiyməti almışam da dollar yazıb axı baxın. Bunu manata çevirəndə bilirik ki, dollar manatdan çoxdur da. Məsələn 1.7. Düzdür. Məsələn, Hı onu hı. nə etməliyəm? Vurmalıyam da. 1.7-yə mən 7-yə. aha, vurmalıyam. Hı İndi hı. gəlin düsturu düzəldək. 80. 80 hardadır? Baxıram burada 80 durub C5 xanasında. Baxın C5-də durub. Çıxaq. 50 harda durub? Deməli B5-də durub. B5-də. Bura ünvan verməyəcək, çünki bu dəyişəcək. Hər dəfə bir qiymət. Vuraq. Burada bir dəfə 10 olacaq, bir dəfə 7, deməli bu da dəyişəcək. İndi götürəcəm neçəni? Bu D5 xanasında durub burada. D5. Bunu da bildik. İndi bura baxırıq ki, 1.7-dir. 1.7-ni bəyəm elə mən hər dəfə dəyişəcəm buradakı qiymətlərdə. Xeyr, məndə bu 1.7 hər zaman sabit qalmalıdır. Sabit dəyişməməlidir. Baxın bu 1.7 yazıram. Dollar harda durub özdə? Dollar B2 xanasında durub. Dollar B, dollar 2 xanasında durub. Baxın bu heç zaman dəyişməyəcək. Dolların qiyməti dəyişməyəcək heç bir məhsulun Hı qiymətində. hı. İndi bunu tapdınız, gedirsiniz varianta. Bu gedir. Müəllimə, Bəli, buyurun. sual verə bilərəm. Burada biz Hı alış qiyməti var. Bu hı. ayrı qiymətlərdir, satış. Hı hı. Burada həmişə alışdan, satışdan alışı çıxırıq. Bəli. Baxın, siz tutaq ki, belə deyim, çıxa bilərsiniz. Baxın, 50-dən 80 çıxanda şagird deyər ki, ay müəllim, axı mənfi 30 qalır. Mənfi 30 qalanda axı mənim xeyrim qalmadı. Baxın, belə bir şey var. Düz. Deməli, tutaq ki, bir məhsulu çantanı almısan 25 manata, satırsan bunu 50 manata. Sənə soruşurlar ki, ay bala, burada neçə manat xeyrin qalır? Nə deyirsən? Deyirsən, mənfi 25 manat xeyrim qalır. Yox. Deyir neçə manat xeyrim qalıb? Deyirəm 25 manat mənim bu gün bir dənə çantadan Bəli. 25 manat xeyrim gəlib. İndi 10 dənə çantada olsa gedib vurub 250 manat deyirəm ki, Burada müəllimə, deyim necə olar, hansı variantdır? aha, Olacaq dollar B, çünki manat dəyişməyəcək. Dollar bəli. 2 vurulsun. Burada olacaq deməli C5 çıxılsın B5 vurulsun D5. Aha, bax bu variant. Görün tam başa düşdünüz. Yəni bax mən Bəli. həmişə izahımda biraz lore dilə qatıram və belə bir şeyə. Yəni birbaşa Aha. düsturu çıxartmır. Çünki İndi bunu başa düşən zaten düsturu rahat yaza biləcək. müəllimə indi 42 mən deyim. Əlbəttə buyurun indi ekranı düzəldim deyin. Aha. Hı -hı. Məndə var da sporda qabağında kitab var. Aha, Deməli tamam 42 bax. də Hı -hı. müəllimə. Deyir Aha, ki, dollar A1. Mən gəlib D4 xanasının qiymətini D4-ü istəyir məndən. aha, Birinci, hamısını qoyuram yerinə də. A1-in aha. qiymətini istərdi 5, Hı düzdür? -hı. 5 üzərinə gəlsin. Aha. B2-nin qiyməti. B2-nin də qiyməti 3-dür. Üzərinə gəlsin 3. Çıxılsın Hı -hı. C2-nin qiyməti. C2-nin də qiyməti burada 2-dir. Hı. İkidir bəli. Eləyəcək 8, 8-dən 2 çıxanda eləyəcək 6. Hı Gəldim -hı. ikinci. A2. A2-nin qiyməti 9-dur. Hı 9 -hı. üzərinə gəlsin. Hı B2. -hı. B2-nin qiyməti 3-dür. Aha. 3 Doğru. çıxılsın. C2-nin də qiyməti e, yenə C2-nin də qiyməti 2-dir. İki. Hı -hı. Çıxılsın 2. Bu da 9, 10, 11, 12, 12-dən də 2 çıxanda qaldı 10. Aha. Gəldi 3-dəyə. Hı hı. A3. A3-ün qiyməti 3-dür. Hı hı. 3 üzərinə gəlsin. B2-nin qiyməti 3-dür. Hı hı. 3 Altı. çıxılsın Z2. 2-nin də qiyməti 2-dir. 6 çıx 2 4 eləyir. Hı hı. İndi məndən istəyir, deyir ki, D1-dən, yəni Değişti. 3-ündən D1 Hı hı. üçünü toplayacağam, üçünü toplayacağam. D1-dən D3-ə kimi. Aha. Düzdür? Bəli, bəli, düzdür. D1, D3. Bu eləyəcək Hı hı. 20 çıxılsın Hı hı. B1 Z2. Ah, B1 neçədir? Bax deməli, B1-i aldıq müəllimə. yox, B1 baxın. Burada 6. B1-dən C2-yə qədər diapazon deyil. Bax, burada mən PDF-də baxıram. Hə, diapazon da müəllimə. Aha, sol. B1 Z2. Hı hı. B1 B1 Aha. Z2 deyəndə müəllimə Aha. Toplayın. hansı aralığı götürürük B1 Baxın, Z2-yə? B1-dən C2. Baxın, B1, C2. Gördünüz? Hə, Bax, buradan deməli bildim. start bura. Aha, hamısını cəmlə. Hı hı. 5 bu da 6. 11 Hı hı. 7 gəldin 18. Aha. 20
Çıxılsın 18, bu dedikcə 2. Aha, bəli. Düzdür. Mhm. Aha. Keçir növbəti suala. 43-ü də izah eləyim. Əlbəttə izah edin. Mən 43-ü izah eləyim. sildim. 44 ondandır. 44-ü 2-yə Aha, keçək. 44 Necə eləyirsən? ondandır. Bəli, elə bil ki, belə deyim də, yəni eynisindən Sadəcə izah eləyəndə yadda da yaxşı qalır əla. da. Buyurun, İndi buyurun. gəldik bura müəllimə. Sum. Aha. Deməli, A2. A2 8-dir. 8 üzərinə gəlsin C3. Aha. C3 də eləyəcək 3. Hı Bu -hı. Bəli. elədi 11. Gəldim bu birinə. Hı -hı. A1 4 Aha. üzərinə gəlsin C3 3. Eləyəcək 7 Hı vurulsun -hı. 2. Bu eləyəcək 14. Hı -hı. Gəldim o birinə. B2. Hı -hı. B2-min qiyməti 2-dir. 2 bölünsün 2 üzərinə gəlinsin A4. O da 6-dır. 2 2-yə 1 üstə gəlsin 6 7. Tapdıq. Sonra gəldik D1 D3. Düz Aha. gəlirəm müəllimə. Düzdür, mən sizi izləyirəm. Buyurun, Aha. düzdür. Hı -hı. D1 D3 bunların hamısını cəmi toplayacağam da. Bəli, D1-dən yox, hamısını. D3. Aha. Vəssalam, D1. bitdi. Axı 18 müəllimə D1 D3 deyil. Bu D4-ə kimindir? olsun da. Bax, buranı bax, deyir ki, D1-dən D3-ə qədər cəmlə, bax, D4-ün qiymətini tap da, onu deyir. Hə, D4-də yerləşib də bu. Baba, bu D4 xanası. Görürsünüz, bax, D1, D2, D3, D4-ün qiymətini istəyir sizdən. Cəmləyəcəksiniz. Bura yazdığınız o qiymət var, ha, o neçədirsə. O Ah, D4-ün qiyməti olacaq. hə, Bu da bildim. neçə edir? 32. 18, 32. Düzdür. Ah, İndi bu artıq bu nə deyir müəllimə? Burada nə deyir? burada deyir ki, uyğunluğu müəyyən eləmək lazımdır. Uyğunluğu tapacaqsınız burada. Məsələn, Aha, əvvəla biri. uyğunluq necə? Bax, buranı, buranı və Hı -hı. buranı. Baxın, bu Y1, Y2, bax, Y2 necə? Üzr istəyirəm. Yəni, Y2 dediyim, baxın, bura baxın. Y2-ni, Y3-ü, Y4-ü tapacaqsınız. Yəni, 1-i, 2-ni, 3-ü tapıb, Bildim, bildim, bildim. hansı asılırsa Okeydir. onu yazacaqsınız. İndi bura bax. Okeydir. Bura, 45-ə. İndi bu 45 qoy görüm nədir? Bu da düstur sürüklənməsidir. Yəni, elə də çətin deyil. Amma ki, qoy baxım müəllimə bir dənə. hə, Özün. düstur Demək sürüklənir. Hı. A2-dən B3-ə. Düzdür? Aha, düzdür, İndi deyim. gəldim. Eləyəcək sam. Düzdür? Aha. Sam olduğu kimi qalır. Sum qalır, bəli. A-dan B-yə gəlibsə 1 artıb. D olacaq Y. Y Aha, sətir sayı 1 artıb. bir vahid Olacaq artıq. Aha. 3. Hı -hı. Sonra olacaq Y. Y də 1 vahid artacaq. Olacaq Aha. D. 1 vahid artacaq. Olacaq 6. Hı -hı. Üzərinə gəlsin dollar. Y. Hı -hı. e, Yaz. 4 1 vahid artacaq. 5. Vurulsun 2. Hı -hı. Nədir? Müxtəlif xanaya isnad edin. Düsturun neçə müxtəlif xana sayını soruşur Və müəllimə xana burada. sayını soruşacaq burada. Neçə dənə Hı müxtəlif -hı. xanaya. İndi onları gedib Bu saymaq. bir Buranı. dəqiqə müəllimə. Aha, sayın. Hardan saymaq? Bax, belə deyim də, indi mən burada 6-dan yazım. Hı -hı. qoy müəllimə deyim. 6-dan 3 Deyim. çıxanda. Yəni birinci Y3, D6-nı hesablayaq, Hı düzdür? -hı. Y-dən D-yə neçə sütun var? Y, A, B, Hı. C, D, Y. Yoxdur da müəllimə. Baxın, indi gəlin Geriyə buranı qayıdıb. yazıram. Hı -hı. Bax, bura yazıram düsturu. Deyir ki, D2, Y5 düstur B3 xanasına köçürüləndən sonra alınacaq düsturun neçə dənə müxtəlif xanaya istinad elədiyinin müəyyən edin ki, yəni görək neçə dənə müxtəlif xanaya var. İstinad elibdir. Məsələn, burada D2 idisə, bura köçürtdünüz neçə elədiniz? Deməli, D oldu Y. Düzdür, Y3 oldu. Diapazon desəm, deməli, A'dan B 7-sə, Y-dən sonra F gəlir. Düzdürmü? Hı F hı. olacaq neçə? F olacaq 6. Belə. Sonra F6 aldılar. Bax, mən D6 almışdım. D, baxın, A, B, C, D, Y, F. Baxın, A, Hə, F, düzdür. B, C, D, Y, F. F, Y-dən A, sonra B, bir var. C-dir. Ola bilsin ona görə. Bu Hı nədir? hı. Baxaq, bu deməli dollar Y 4 vuraq neçə olur burada? 2 də sabit qalır. Söhbət burada ondan gedir ki, burada deyir neçə dənə müxtəlif xana var. Hı Əvvəla hı. buranı açsaq, baxın burada. Burada əvvəldə sumdu, mən də sum yazmadım. Hı Deməli hı. Y 3 ABC Y-dən sonra nə gəlib burada? Y F6 gəldi. da. Y-dən sonra F6-ya getmək üçün biz hara getməliyik əvvəla? Y3 A, B, C, D, Y, F3. Baxın. Sonra F3-dən sonra A, B. Sonra nə gəlir orada? Bir dəqiqə. Müəllimə, Y3. Y-dən gedir, Y, bir vahid Bəli. gedir, yəni F gedir də. Baxın düz deyir. Bax bu Y-dən F6-ya gəlmək üçün haralara gedib?
Baxın, nə demək istəyirəm mən? Aydın olmadı, baxın. Orada çox xanaların, fərqli xanaları soruşur sizdən. Bax, Y-dən F6-ya getmək üçün, baxın bir dəqiqə, qız elə bir dənə göstərim. Y6 hanı bax, məsələn, bax Y6 hardadır bizdə? Məsələn, bax Y6 bura deyil. Hı. Y6-dan bir dəqiqə, gözlüyüm buranı tam mən yazım, başa düşək. Bir dəqiqə, buranı təmizləyim ekranı. Baxın, Y6. Y6 buraydı da, düzdürmü? Hı. Bax, Y6-dan, bax buradan. Y6-dan F6-ya getmək istəyir. Yox, Y6 yox, Y3 idi o. Bir dəqiqə, unutdum oranı. Y3-dən Hə, F6-ya. Y3-dən, səhv eləmirəmsə belə idi. Bax, Y, Y3-dən, bax, Y3-dən F6-ya. F6-ya gedir. F6 da hardadır? Bax, F6 da gəlir, burada dayanır. Hı. Belə bir şeydir də. Buradakı xanaların sayını 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə burada xana var. Xanaların sayını soruşmur burada. Nə deyir orada? Hı. Baxın, yəni deməyim odur ki, Y3-dən F6-ya qədər gələndə görün nə qədər burada xana var. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə burada xana var. İndi qayıdıram ora. Testə qayıdıram indi. Aha. Bizdən nə soruşurdu? Hansı sual idi? Hansı sual idi? Mən unuttum. 45. Hə, 45 yoxsa 46 idi. Hə, 45. Deməli, burada da deyir ki, neçə dənə müxtəlif, bu bizdə də müxtəlif istinad etdiyi xanaları soruşur əslində. Burada şərtdə nə var, problem nədir? Yenə də A2 xanasında olan samı B3 xanasına köçürəndən sonra alınacaq düsturun, baxın, alınan düstur nə oldu? O düsturda ümumiyyətlə 8 dənə cəmi xana var. Xananı Burada. istəyir. Xanaların sayını istəyir də, başqa heç nə istəmir axı burada. Düzdür. Aha. Hədə saydıqda orada 8 dənə çıxdı. Hı. Aha, sonra. İndi 46 baxırıq. deməli. 46-nı deyin. Mən sizi dinləyirəm. Deməli, burada B3 xanasına göstərilən düstur C4 xanasına köçürülərsə, birinci Aha, müəllimə B3-dən aha. C4-ə, düzdür, Düzdür. gəldi. B, B-dən C-yə gəldisə, neynədir? Hı -hı. Bir vahid artdı, düzdür? Bəli, bəli. Ya B-dən buranı sonra hesablayıram elə müəllimə, B3-ü hesablayıram. hesablayın deyin, mən yazıram. Hı -hı. Bax, elə yazmayın da buradan Deyin, başa deyin. düşmədim bunu. Deyin, deyin. Mən eşidirəm sizi. Baxın, B3 xanasına göstərilən düstur C4 xanasına köçürüldü. Aha. Burada A1, A4 deyil B3-də. Ya B3-də heç düstur yoxdur axı. Yox, yoxdur da. Bax, burada O düstur B3-də var B3 müəllimə. B3-ün düsturu var. vardır. A2 üstəgəl B1. Aha. Hə. A2 üstə gəlinsin B1. B3-dən C4-ə gəlibsə, Bax, bura sütun C. 1 artıb. Düzdür? Aha. C4-ə. Aha. Bax, mən Bir vahiddə düzəldirəm. sətr artıb. Olacaq. Aha. B3, Aha. C2. B3, D. C, Hə, düzdür. C neçə? C2. Hə, düzdür. C bəndi. Bəli, bəli, C variantı, düzdür. Düz Hı -hı. tapdınız, əla. Keçirin növbəti suala. Bunlara bilirəm o şeyləri. Keçək demək 49-da nə deyir? Elektron cədvəldə B5 xanasına düstur seçilmiş xanalar köçürülmüş. B5-də hansıdır? B5-in qiyməti nədir? 49. A, Hı -hı. A nəyə köçürülüb? B5-dən Aha, B11-ə. aha, Deməli şey deyəcək də müəllimə, burada aha. A-nın qiyməti neçədir? A4 qiyməti 1-dir. Aha, 1, Hı B4 -hı. neçədir? Verməyib. Bunda birləri aparacaq. Baxın. Burada biz siz neyniyir? Hı -hı. Əvvəla bura baxırsınız. Bax, bu istiqamətə baxsaz. Hı Normalda -hı. buranı birinci cəmləyir də. Baxın, buranı baxın, cəmləyir. Çünki sum var. Sum Aha, deyir ki, bax, sum nə deyir? Deyir A4-dən B4-ə qədər ədədləri cəmlə. A4-dən B4 zaten burada 0 olsa da, bunların hamısı 0 olsa da, cəmliyində burada toplamda neçə eləyəcək? 1 eləyəcək. Görün, 1. aydın olur. Hı -hı. Burada oldu 1. Hı Sonra -hı. düşürəm aşağı. Bax, buranı aşağıya sürükləsəz, bax, bu düsturu Hı -hı. aşağıya sürükləsəz neçə olacaq? Olacaq A dollar 4 qoşa nöqtə B 5 olacaq. Sonra B6, B7, Aha. B8, Baxın, o B9, cürə B10. gedəcək. Bax, sonra yenə olacaq A dollar 4 B 6. İndi deməyim istədiyim, yəni sözün bir canı var. Burada belə sürükləyəndə mən buranı tapanda, bax, bura gələndə B6-ya, bax, bura qədər bir dəfə də bax belə cəmləyəcək.
Belə cəmləyəndə, deməli indi görək neçə dənə bunun biri olmuş olacaq. Hı hı. Deməli neçə bir olacaq indi burada? Bir, bir də bu. Neçə elədi? 2, 2. 2 burada olsa 2. Onda burada neçə olur? Bir də bulsa 3, 3. 4, 5, 6, Aha. 7, 8, Arta 9, arta gedəcək. Deməli bu 10 eləyəcək. yox, yox, onu elə buradan bura qədər Hı yox. hı. Onu eləməyəcək. Bu qüvvətinə gətirəcək bunu. Qüvvətinə necə? Bu bir də göstərim, tam başa düşün. Bir dəqiqə. Mən nə demək istəyirəm? Əsas onu başa düşün. Aha, baxın, əvvəla burada 1-dir. Deyir ki, sum A4-dən B4 diapazonu deyir bizə. A4-dən B4-ə bax, tez buranı baxıram ki, bu dəqiqə B4 ha, yox, buranı deyir. Bax, əvvəla buranı deyir. Buranı cəmləyəndə, baxın, bura deyir də, bax, mən bayaq 5-ə götürmüşəm. B4 hanı? B4 buradır da, düzdürmü? Bax, B4 Aha. diapazonu. Buranla buranı cəmləyəndə, bura, mən demişdim bayaq ki, bu olmayan sıfırdır da, düzdür? Cəmləsək də biz buranı, bax, buranı 1 alacağıq da, cəmləyəndə. Hı hı. İndi buranı bir də cəmləsək, bax, bir də çəkir aşağı. Bunu bir də çəksə aşağı nə olur onda? A4, B5 olacaq. Bəli. İndi bu ikisini bir gətirib cəmləyəndə, bura olacaq 2. Bura 1, bura 1, bura olacaq 2. Sonra buranı gətirib, bax, bir də yuxarı ilə cəmləyəndə. Deməli, 2, 1, 1, 1, 2 də üstünə gəlsə neçə eləyəcək? Eləyəcək 4. Sonra buranı bir də qaldıracaq yuxarı. Hər dəfə elə bil ki, baxın, 1, 2, 4, 8, 16, 32, 64. Baxın, neynəmiş olur? Baxın, 1, 1, elədi 2. 2, 1, 3, bir də burada 4. Yazdı bura. 4, 2, 6, 7, 8 yazacaq bura. Baxın, 4, 2, 6, 7, 8, bir də bu 8 elədi 16. Bir də bunları qayıtacaq, eləcək 32. Bir də qayıtacaq, eləcək, baxın, qüvvətlərini tapır burada. Görün, aydın olur nə demək istəyirəm. Bir də göstərirəm. Baxın, qüvvətlərini göstərir. Baxın burada. Əvvəla bax, bura 1 idisə, deməli bura 0, zaten buranın ümumi cəmi eləyəcək neçə? Bax, burada A4 ilə B4-ün cəmi eləyəcək neçə? Bura sıfırdır da. 1 ilə A4 ilə B4-ün A4 ilə B4-ün cəmini tapsaq, burada hansı aralıq var? Deməli, A4, A4-dən. Mən indi bax bu istiqamətə gəlib çatmaq üçün haralara getməliyəm? A4, B4, sonra A5, bir də gəlməliyəm hara? B5-ə. Baxın, bu formada cəmliyə-cəmliyə gedir, qüvvətlərini tapacaq burada. Elə bil ki, ən sonunda bax, bir dəfə belə tapacaq, bir dəfə belə, bir dəfə Hı. belə, bir dəfə belə, bir dəfə belə, bir dəfə Aydın. də belə. Yəni, burada qüvvətlərini gəlib tapır, ən sonunda gedib düşür 64. 64'ü. Qüvvətlərini tapmış olacaq. Qüvvətlərini, başqa heç bir şey deyil. Aha, İndi o birinə özüm baxım. aha, Elə. Deyir, elektron cədvəl fraqmenti A5 xanasındakı, yəni aha, A5 xanasındakı A1 üzərinə gəlsin A3 düsturu A5 F6 xanalar diapazonuna köçürüldükdən sonra. Deməli, bunu köçürüb A5 F6-ya. Bu diapazon aha. ən böyük, yəni necə olur ki? Baxın, A1 deyir A3. ki, A5 xanasındakı A5-də düstur budur. Aha, budur, bəli. A1, aha, nəysə. Deyir ki, A5 F6 xanalar diapazonu köçürəndən sonra bu diapazon, baxın, burada deməli A5-dən F6, baxın, elə bil ki, bax, bura qədər, baxın, Hı hı, hamısını deyir köçürtməlidir. Bax, hı hələ hı, burada bir şey də olmalıdır. Deyir köçürtməlisən, bax, bundan keçən illərim qəbula düşmüşdü. hı hı. Tipdən. Deyir köçürəndən sonra baxmalısan ki, bu xanaların hansının qiyməti ən böyükdür? Cavab olacaq o. İndi bura baxırsınız. Deməli A1-dən A1 ilə A3-ün cəmi. Bura köçürəndə nə olmalıdır indi? Baxın. Bu 11 üstəgəl 4. Aha, A5-in Eləyəcək. yerinə, bəli, A1 üstəgəl A3-dürsə, sonra gəlirəm, tutaq ki, A6-nı tapsaq. Sonra Yox, baxın tapmalısınız. B-yə sürükləməlisiniz. A6-da nə olmalıdır? A2 üstəgələk A4. Sonra bu A5-in 6. Sonra gəlib bunu sürükləməlidir B-yə. Baxın, bunu B-yə sürükləsən, bir dəfə də B5-ə sürükləməlisiniz. onda Bərabər. olacaq. Bir dəfə olacaq müəllimə A5, A1 üstəgəl A3, sonra A-dan gəl B-yə. A6,
bərabər A2 üstəgəl A4. Yox, Sonra gələcək. A5-dən B5-ə sürükləyəndə bir vahid sütun bir vahid artır, amma sətir dəyişmir. Burada A-dırsa düşəcək bura olacaq B, 1, üstə gələk B, 3. Baxın, dəyişmir burada. Və diqqətli olun burada. Hı -hı. Aha. Sonra bunu B6-ya sürükləsəz, B2 üstə gələk B4. Bax, bir məntiqi var əslində bunun. Hı Deməli, -hı. birinci hissədə A1-dən A3-ü cəmləməlisiniz. A1 ilə A3-ü. A1 ilə A3-ü cəmləyir, eləyir neçə? 15. Bax, buranı alır 15. Hı Sonra -hı. gəlir bura B1 ilə, baxın, indi məntiqini tutun. B1 ilə B3-ü cəmləyir. 2 ilə 3-ü cəmləndə eləyəcək neçə? 7. Sonra baxın, burada qayıtsaz, bu C-yə də gəlsəniz. Bu C-də də baxın, məntiqinə baxın. Hamısında eyni gedir, ardıcıl gedir. Baxın, bununla bunu, bununla bunu, bununla bunu, bununla bunu, bununla bunu. Heç görürsünüz 4 ilə ustalar? 7-ni toplayanda neçə eləyir? Axı yazmayıb orada. Harda? Sən deyirsiniz 11 ilə 4-ü toplayır. Baxın, yazmayıbdı, özünüz deyir yazında. Yazın, baxın, buranı biz siz niyə verir? Bu bir dənə düsturu verir ki, gedin bütün xanalara sürükləyin, özdə hara qədər? A5-dən F6-ya qədər hamısına deyir gedin sürükləyin. Burada baxıram ki, heç burada F6 yoxdur. F6 baxın burada. Bura A6-dır. Bura baxın, bu düstur düzəltmişəm. Mən burada səhvə düzəltdim bir dənə. Aha. Bax bu F6-dır. F6 budur, Y6 budur, D6 budur, C6, B6 və A6. Bax bunu özüm düzəltdim. İndi burada baxın, bu düsturda deyirəm məntiqi tutmaq lazımdır ki, baxın bu düsturda nə edir birinci? Deməli birincidə A1-dən A2 cəmləyir. İkinci köçürdəndə də baxın B5-ə də köçürtdüm. Baxıram ki, yenə də B1-dən B3 cəmləyir. Baxın. Hər dəfə cəm. Deməli, bura eləyir 7. Bura eləyir neçə? 17. Bura eləyir 11. Bura eləyir 16. Bura eləyir, deməli, bu 3, bura eləyir 10. Yəni, şagirdə deyirsən, 2 dənəsini yazdınsa, söhbəti tutmalısan artıq. İndi Hı -hı. gəlirəm, A6-da görək nə iş görürdü. İndi baxın, A6 nə elədi? A2 ilə A4-ü cəmlədimi? Baxın, bu yerdə ikisi qaldı, ha? A2 ilə Hı -hı. A4-ü cəmləyir, gördünüz? Sonra B neynir? B2 ilə B4-ü. Burayla cəmləyəndə 19. Burayla cəmləyəndə neçə eləyir burada? 21. Baxın, rəngi dəyişim. Tam sağ. 8 ilə neçəni toplayanda mənimə? Baxın, 8-dən 13-ü toplayanda. Hı -hı. Sonra Baxın. 11 ilə 3-ü toplayacaq 14. Bəli. Baxın, 7 ilə özü. 6-nı. Bəli, 14. 7 ilə 6-nı toplayacaq eləyəcək 13. Sonra bununla bunu toplayacaq eləyəcək 27. Sonra bununla bu eləyəcək 24. Sonra aha, qurtardı da. Deyirdi ki, ən böyük. Ən böyük hansıdır burada? Ümumiyyətlə bunların hamısının içində ən böyükdən söhbət gedir ha. Bax burada 24. 10. Aha, 24 yox, 27. 27. 27 var da. 24-dən də böyük var bir dənə, 27. Deməli, müəllimə, burada nə edirik? Aha. 11 ilə 4-ü toplayırıq. Aha. Sonra 2 ilə 5-i toplayırıq. Bəli. Aha. 6 ilə 11. 11-i toplayırıq. 4 ilə 7 7. məntiqi var da biraz elə Baxın, bunun. nəyə görə dedim? Bax, bir dənə şagirdə göstərir ki, bu ikisini yazanda məntiqin tutmalısan buradan ki, amma yəni yazıb görmək lazım. Bunu tutdunsa şagirdi daib demir, get bunun hamısını düz ora. Eləsə var kesin qəbulda hamısını get düzmüşdü. Olmaz belə. İki dənəsini yazdın, vsyo, məntiqin tutdunsa vəssal. Bax, indi görürsün, mən ikisini yazdım, tam dəqiq bildim ki, deməli bu hər ikisində belə toplaya Bəli. toplaya gedir. Vsyo. 51-i mən deyim, müəllimə. Deyin, indi buranı silim, siz deyin. Deməli, elektron cəzmə proqraməsindən D3 xanasının qiymətini müəyyən edin. D3. Hı Deməli, hı. burada D3 nədir? D1, D2 diapazonu. Aha. D1, Tapıldı. D2. D1, D2 də budur da. A1 üstə gəlsin C2, o bir də A2 üstə gəlsin C3 bölünsün 2. Düzdür? Bəli, bəli, düzdür. Hı hı. İndi burada birinci A1-in qiymətini tapıram. A1-in qiyməti neçədir? 10. C2-in qiyməti neçədir? Bilmir. C2 də sum A1, Aha. B2. O da olacaq 10 üstəgəl 11. 21. 20. Düzdür? Düzdür. 21. Eləyəcək bu 31. Aha. 31. Sonra gəldim A2. A2-in qiyməti neçədir? 11. A2-in qiyməti 15-dir. Üzərinə gəlinsin C3. C3 neçədir? C3 də dedik ki 12-dir. Hı hı. 12 bölünsün 2 eləyəcək 6. 15, 16, 17, 18, 19, 20, 21. Bu elədik 21. Hı hı. İndi nədir? D1, D3 diapazonu. Aralıq versə nə edirik müəllimə? Toplayırıq. Bəli, bəli, toplayasınız. D1-dən D2-yə qədər deyəcəmlə. 31, 21. 50, Elədi 62. 52. Yox da 62. 50. 52.
Aha. 52 də var. Bəli. İndi keçək 52-yə. 52-yə. Mən izah eləyim bunu yoxsa? Bu Siz kəsim izah bu. eləyin. Aha, mən bunu bir dənə kəsim. Saniyə. Orada geniş izah eləyim, çünki bu tip suallardan çoxdur. Hə, müəllimə, bu 89-a kimi tez-tez gedib, lap asanları buraxarıq. Bir sabah Yaxşı. bunu izah edəcəm də hamısını, onun Tamam, üçün. yaxşı. Aha, Hı hı. bir saniyə izah eləyim bunu. Hı hı. Deməli, indi bura diqqətlə baxırsınız. Bu tip suallardan çoxdur burada. Hı hı. Deməli, burada deyir ki, elektron cədvəldə, aha, bir saniyə. Aha. Elektron deyir cədvəldə sum, nə var burada? A2-dən B2 düsturunun qiyməti. Əvvəla A2 ekranı təmizləyim. Aha. Deyir ki, sum A2. Baxın, sumu yazıram. Nəsə A2 üstəgəl B2 qiyməti var. Sumdur da bilirik. Deyir Hı hı. qiyməti 25-ə bərabərdir. Sonra deyir ki, sum D2 Y2 D2 üstəgəl Y2. Düsturunun qiyməti deyir 20-yə bərabərdir. Elə bil ki, bunu aldıq 20. Sonra nə deyir? Əgər Bir dəqiqə müəllimə, mən də yazdım. Deməli, Hı hı. A2 niyə üzərinə, hə, iki nöqtəli Sumdur. siz niyə üzərinə gəlsin yazdınız? Sum var axı. Hə, yaxşı. B2. Cəmləyirsiniz. Aha. Digəri də D2 üzərinə gəlsin G2. Aha. Cəmləyirsiniz. Hı Sonra hı. gəlirik bura. Sum deyir ki, A2. Baxın, A2-dən Y2-yə qədər deyir. A2, B2, C2, A, B, C, D2 və Y2. Görün aydın oldu. Baxın, A2-dən Y2 diapazonuna qədər deyir hamısını cəmlə. Baxın, əvvəla oxuyuruq. A2-dən Y2-yə qədər diapazonu, düzdür? Cəmlə deyir. A2-dən Y2-yə qədər Y2 də daxil olmaqla, bax, A, B, C, D, Y. Düzdürmü? Hı hı. Sətir dəyişir, orada sütun dəyişir. Deyir, bölürsən 5-ə, ədəd ortanı tapır da, average. Və düsturun qiyməti də 12-yə bərabərdir. Əvric yoxdur axı müəllimə burada. Yox, özüm dedim ki, average-də ədəd baxın 1, 2, 3, 4, 5 dənə də ədəd orta tapır, average tapır. Sayır cəminə bölür də, baxın, Bölün. sayına bölür, 5-ə bölür. Bərabər 12-ni hardan aldıq? Deyir, verib baxın. Deyir Hə, ki, 12 düsturun olarsa. qiyməti 12-yə bərabər olarsa, deyir C2 Hı xanasının qiymətini. Bizdən soruşduq, bax bu qoçağı soruşur bizdən, C2-ni soruşur. İndi hı. əvvəla bura baxın. A2 B2-nin cəmi, baxın rəngi dəyişim tam aydın olsun sizə. Baxın A2 ilə B2-nin cəmi 25-dir. Bax bura yazıram 25. Üstə gələk. C2-nin qiymətini bilmirəm. Elə məndən onun məhsulu Hı, soruşur. hə. C2 ilə Y2-nin cəmini 20 yazdım yerinə. Bölürəm 5-ə. Bərabər edirəm 20. Baxın 12, 20 nə idi? 12-yə. Bu formada yazın gör nə qəşəng rahat olur. Deməli, bunları cəmləsəm adi tənlik olsa 5 41 üstə gəlsin C2 C2 eləyir 25 60. bərabərdir 12. Düzdür? Bura 1 yazsam. Bu da eləyir Elə 15. 45 üstə gəl C2 bərabərdir 12 vurulsun neçə? 5. Bebə. 60. 60-dan da 45 çıxanda eləyir 15. Bu da belə. C variantı. Görün aydın oldu. Bəli. Aha, əla. Keçirik digər suala. Digər Bunlar suala. asan. Özüm yazaram 55-ə kimi. Aha. Siz indi Keçək. buranı yazarsınız. Bunlar rahatdır artıq. Burada 56 da bunlar artıq 50 nəzəri sualdır. 57-ni də keçək. Aha. İndi gəldik 58-ə. Mənim Aha. 58-i qoy mən deyim. D2 Deyil. xanası C4 xanasına köçürsə, C4 xanası hansı qiyməti alar? Deməli, müəllimə, bu Neçəni deyirsiniz siz? 50 neçəni? 58. Ha, 58. Buyurun, buyurun deyin. Mən də baxım. Hı -hı. Deyin. Hı -hı. Deməli, burada C2 xanası düsturunu C4-ə köçürdəndə, Hı. demək, C-lər qalacaq, düzdür? Bəli. Hı -hı. 2 artacaq. Hı -hı. C6 olacaq. Nə olacaq? Baxın. Deyir ki, C2 xanasındakı düstur. Əvvəla bu C2 xanasında düstur. C2 Bildim, müəllimə. Bir dəqiqə, C4. düstürdün. Deməli, sütun artmadı, sətr 2 artdı. Bəli. Olacaq. Dollar A, dollar B. Baxın, Üzərinə bu gəlsin. olduğu kimi qaldı Bir yerində. dəqiqə. Hı B, -hı. dollar. Bu 2 artacaq. Olacaq 4. Düzdür? Düzdür, Üzərinə deyil. dollar A, 2 də 2 artacaq olacaq 4. Bax, Üzərinə buranı gəlsin. sabit saxlayacaqdı. Sabildiniz onu. Dollar 2-dir bu. Hə, o qaldı. Aha, üstə gəl. B, Dollar. dollar 2. Üstə gəl dollar A 4. Düzdür? Dollar A4. Üstə gəl 2. Все.
İndi buradan yerinə yazıb tapmanız lazımdır. A dollar bir. Yerinə neçə durur? 4. Bir dəqiqə mənim özüm yadımda. Yazın. Dollar, sonra dollar, Hı hı. B. B-nin qiyməti B2. B2-nin qiyməti 3, düzdür müəllimə? Bəli, düzdür. 3. A2-nin qiyməti A2-nin A2 qiyməti 5. 5. Üzərinə gəlsin 2. Eləyəcək 7, 12, 14. Hı hı. Aha, Toplam neçə aldınız? 14. Aha. 14. Aha. Bir dəqiqə. Hardasa. Bax, düsturda baxın. Bir də yazıram mən. Diqqətlə baxın bura. C2 xanasındakı düstur budur. Deməli, dollar A, dollar bir. Üstə gəl B. Elə bilirəm siz nəysə orada demədiniz məncə. A2. Üstə gəl 2. İndi baxıram. Deyir bunu köçür C4-ə. C4-ə. Bu zaten olduğu kimi qalacaq. Nəysə. Üstə gəl. B-yə baxıram. Dəyişməyəcək. B dollar bir olduğu kimi qalacaq. Baxaq görək nəsə orada. A4 üstə gəl 2 belə idi də. A1 nədir? 4-dür. B2 3 idi. A4 7 idi. Üzərində 2 gələk. Neçə eləyir? Bu siz 14-dədiz ona görə. 16 müəllimə 16. Aha, ola bilər nəysə səhv Hə, buraxmışam. yox ona gördüm ki, yəqin bəlkə düsturda nəsə. O 16. İndi müəllimə keçək bu birinə. Bu Keçin. Hı -hı. Ekran hmm, temizləyim. bayaqçı ilə eynidir də, düzdür? Birinə bəli, bu da eyni bir şeydir. Heç bir fərqi yoxdur. Baxın, burada nəyi soruşur? Ən kiçik qiymətini soruşacaq. Dediyim kimi, bayaq necə izah elədim? İki dənəsinə sürükləyin tapın, elə də öyrədin. Hamısına sürükləsəz, o deyir, bəzi elə düstur var ki, yəni məcbursan sürükləməyə. Amma bir eləsi var ki, məntiqini tuta bilirsən də iki dənəsi ilə. Niyə Onda müəllimə baxmırsan? bunu da siz izah eləyə Ha, bilərsiniz mənə. bəli, bəli, eləyərəm. Yəni əsas orada vaxta qazanmaqdır da, yəni deməyim odur. Deməli bura baxıram ki, A4 əvvəla bunu kənarda yazıram ki, A4 xanasındakı qiymət budur. Dollar D3 üzərinə gəl B dollar 2-dir bu. Tamam. Sonra deyir ki, A4 hardaydı? Hə, buradadır. A4, baxın A4 D5 diapaz. Bax bura qədər deyir hamısına sürüklə. Bax buradan bura qədər. Ən kiçik qiyməti soruşur bizdən, ən kiçiyi. Hamısını. Müəllimə bir dənə o hissəni göstərərdiniz A4 Bax, 5-i. bax, bax, bax bura qədər. Baxın bura qədər deyir hamısını sürükləyib tapmalısan. Bax, bax bu hissəni. O Y5 daha siz D. Necə? Sizdən D5 soruşursunuz. Hə, A4 D5, hə D5. D5 hələ iş mən hamısını göstərdim. Bax, hələ Hə. bura qədər deyir. Bax bura qədər. Hı -hı. Normalda ancaq görürsə hamısını deyir. Yəni bax bura qədər deyir tap. Tapmaq üçün D3 B dollar 2. Əvvəla düşürəm aşağı. Baxıram nə deyir burada. Deyir hara köçürtmək lazımdır bunu. A4 xanasındakı düstur. İndi burada A4-də durmuşamsa, getməliyəm bir dəfə A5-ə. Aşağı düşməlisənsə. D deməli 4, üstə gəlinsin B dollar 2. Elə bil ki, bir dəfə bu. Sonra bax bu A4-ü mən bir dəfə də sürükləməliyəm bura. Düzün Hı hı. B4-ə sürükləməliyəm. İndi B4-ə sürükləsək görək nə hadisə olacaq. Deməli dollar D baxaq ki, dəyişibmi burada? Gözüm ağrıdır rəngindən. Dəqiqə. Aha. Deməli dollar D. Baxıram bura. Burada 4-dən neyiniyib bura? Dəyişməyib. Baxın 4 ilə 4-də qalıb. Dəyişməyib. D3 üstə gələk. Deməli ancaq burada A-dır, B olubsa B-dirsə C olacaq. C dollar 2. İndi bu B4-ü bir də sürüklüyüm mən. Y B5-ə. Görüm nə iş görür bu. Bax ikisindən məntiqi tutmağa çalışıram. Müəllimə, bu hissəsi mənim yadımda qalmır. Burada üstünə məntiqlə necə eləyə bilərik ki, misal üçün ədədlərlə ala bilərəm. Baxın, əvvəla bax bu ikisini yazmalısınız ki, məntiqi tuta biləsiniz. Yəni Hə. belə şifahi baxsan bilmək olmaz axı bunları. Aha. Baxın, indi məsələn B-dən B-yə dəyişməyəcək. Dollar 4-dən 1-ə 5, deməli 4, üstə gəlinsin. C, deməli dollar 2. İndi baxaq görək nə iş görüb bu. Deməli bu D3 ilə B2-ni cəmləyib. Baxıram bura, görüm neyinir bu. D3 ilə baxaq. Nənə Yox, hanı? D3. Baxın D3 buradır. Hə. D3 ilə deməli Bir dənə B2-ni. müəllimə, siz danışa-danışa mən qızım yuyunub gəlib onu geyindirim. Aha. Ah, Siz mən sakit durun, siz gəlin. hə, yox, tez gedirib. Nənə çiməyirəm. Anam çimizdirib ötürüb. Mən tez geyindirim 2 dəqiqə. Ha, geyindirin.